Salam, hər vaxtınız xeyir olsun. Bu günləri biz riyazi əməllər mövzusunun 20-dən 50-yə qədər olan sualların izahına baxacağıq. Deməli, ilk növbədə 21-ci suala baxaq. 21-ci sualda gördüyümüz kimi burada deməli bu işarənin düsturunun bu olduğunu burada veribdir bizə. Bu işarənin də düsturu budur və bizdə iki mötərizənin içində olan işarələrin həlli üsulunu deyir. Biz başlayaq birinci bu işarədən 12 və 4. Aha, burada 12-dən əvvəl, yəni burada 12 yeni 2 adı. 2A bərabərdir 12. A bərabərdir 6. Deməli, A-nın yerinə 6 olduğunu tapdım. Bura yazıram 6. B-nin yerinə də burada B kvadratı da 4-dürsə, burada B kvadratı bərabərdir 4 yazıramsa, B-nin burada 2 olduğunu tapdım. Deməli, burada B-nin 2, A-nın da 6 olduğunu tapdım. Başlayıb həll eləyirəm. Deməli, 3 vur 6, 18. 18-dən 2 çıxanda eləyir 16. Deməli, buradakı hissə 16-dır. İndi 9-un 6-nı hissəyə baxaq. İndi bu tərəfi mən silim. Başlayaq. Bu tərəfə həll eləyək. Birinci hissədə olanı 3A bərabərdir 9. Burada da A-nın 3 olduğunu tapdım. Yəni, tənlik qururam. A 3-dür. İndi 2B 6-dırsa, burada da B-nin 3 olduğunu tapdım. B də 3-dür. Bu da vuraqdır. Demək, 3-ün üstündən 3-ü 4-ə vuram, eləyir 12. Burada 12-dir. Burada 3-dürsə, eləyir 15. Bu da elədi 15. 16-dan da 15 çıxanda eləyir 1. Yebəndi. Yəni, bu qədər sadə həll üsulu var. Keçək 22-ci suala. 22-ci suala biz diqqətlə fikir versək, eyni qaydadır. Burada da işarələri verib, o həmin yerin düsturunu verib, sadəcə geriyə həll etmək qalır. Baxaq birinci bu smalik olan hissəyə. Demək, 4A kvadratı. 4A kvadratı bərabərdir 4. Çünki bunun solunda, həmin işarənin solunda. Burada yerində 4-dür. Burada A kvadratı bərabərdir 1. Buna da A-nın 1 olduğunu tapdım. Deməli, A 1-dir. Yazıram bura 1. B minus 1, bax həmin bu işarə. Onu da yerinə 8 verib. Bərabərdir 8. B bərabərdir 9-a. B də 9-dur. Deməli, burada hamısı vurmadır. 2 vuraq 1, vuraq 9, o da eləyir 18. Deməli, bax, burada 2 hissə 18-dir. Bunu tapdım. İndi keçək. Demək, bu hissəni tapandan sonra buranı rahat silə bilərəm. Ki, digərlərində mənə maneçlik törətməsin. İndi biz baxaq ilk birinci hissəyə. Deməli, burada A-3, burada 7-dir. Deməli, A-3 bərabərdir 7. A-3 bərabərdir 7. Burada da A-nın 10 olduğunu tapdım. A 10-dur. İndi burada 125-dir. Nəyin kubu 125 eləyir? Bu 5-in. Burada da 5-dir. Burada da eləyir 18. Yəni 18. 18-in üstündə 18 gəndə eləyir 36. Debəndi. 23-cü suala baxıram. 23-cü sualda burada bizə verir 4, 3 və burada da həmin işarəni həll etsəm. N-in yerinə 4-dür. Deməli, N-in yerinə 4-sə 2-ni vururam burada 4-ə. Və T-1, deməli, burada 4-dən 1 çıxanda 3 eləyib. Bunu qısa şəkildə həll edim. Deməli, burada da T-nin yerində 4-dür. 2-ni vururam 4-ə. 8 üstünə 4 gəndə 12. Deməli, burada eləyir 12. 6 ilə 1. 2N də 6-dırsa, 2N bərabər 6-dırsa, N-in də burada 3 olduğunu tapdım. Deməli, n burada 3-dürsə, bu vuraq 3, t-dəki 1-dir. Olduğu kimi yazıram bura 1. 1-in də kvadrat eləyir 1. 3-ün vuram 3-ə 9, digər 1 eləyir 10. Bu da eləyir 10. Aha, burada yenə bir işarə var. 10, 12 ilə 10. Deməli, biz eyni qaydada yenə üstəki işarəyə uyğun olaraq həll edəcəyik. Deməli, nəyə 2-yə vuranda, məsələn, 12 eləyir 6-nı. Deməli, n 6-dır. N 6 yazıram. T də 10-dursa, eyni qayda yazıram. Onun da kvadratı eləyir 100. 18 üstə gəlirəm 100. Eləyir 118. C bəndi doğru cavab alınmış oldu. Növbəti suala baxaq. 24-cü suala baxaq. 24-cü sualda bizə verib, deməli, burada bomba işarəsinin düsturu budur. Birinci biz bunu həll edib tapmalıyıq ki, sonra o eyni qayda telefondan, bu telefon işarəsində, yəni 8-dən burada tapdığın ədədi həll edəcəyik. Demək, birinci mötərizənin içini həll edirik, qısa desək. Deməli, biz baxırıq bura 3s kvadratı bərabərdir 3. S kvadratı bərabərdir 1. S də buradan bərabər oldu 1-ə. S burada 1-dirsə, deməli 4B-də 16-sı qısaca həll etsək, B-nin yerinə olur 4. Çünki 4-ü 4-ə vuranda 16 eləyir. B 4-dürsə, deməli, indi bunu silək, başlayaq həll eləyək.
Deməli, burada başlayaq, qısa şəkildə həll edək. Deməli, burada 2-ni vururam 4-ə 8, üstünə bir gəndə 9, 9 3-ə bölündə eləyir 3. Deməli, bu hissə eləyir 3. 3-lə 8. İndi başlayıram həll etməyə. Deməli, 6s bərabərdir 3-dürsə, s bərabərdir 2-də 1 eləyir. Çünki 3-ü bölürəm 6-ya, o da eləyir 2-də 1. 6-nı 2-də 1-ə vuranda 3 eləyir. Yəni, bu da qısa onluq rəqəmdən isə 0,5. Və ondan sonra 8-i yenə də sizə yaza bilərəm 4. Çünki 4-ün üstünə 4 gələndə 8 eləyir. Demək, B-nin yerinə 4-dür, S-in yerinə 2-də 1-dirsə, indi başda həll edir. 2 vurulsun, 2 vuraq, 2-də 1, üstə gəlinsin 4. Bərabərdir. 2-lər ixtisar getdi burada. Demək, bununla toplayanda eləyir 5, burada eləyir 10 deməli. Yəni burada da məsələn ixtisar elədik. Bir daha da qoyub deyim ki, başa düşəsiniz. 2-lər ixtisar getdi. Sürət yəni bu oldu təkbir. Birinin də üstünə 4-ü gəldim elədi 5. Sonra da buradakı 2-yə də vurdum. 2-ni də vurdum. Buradakı 5 elədi 10 deməli. Deməli indi başlayaq burada 25-ci suala baxaq. Eyni bu işarəni veribdi. Deməli burada 2a kvadratını 8-ə bərabər götürürəm. A kvadratı bərabərdir 4. A-nın da buradan 2 olduğunu tapdım. A 2-dirsə burada buraya yazıram 2. Deməli, B bölünsün 2. B bölünsün 2 bərabərdir 2. Burada da B-nin bərabərdir 4 olduğunu tapdım. B də 4-dür. Deməli, bu elədi 24, bu da elədi 8. 24 ilə də 8 toplayında elə 32. Buranın 32 olduğunu tapdım. İndi gedək, keçək növbəti eyni qaydada, eyni işarədən növbəti məsələni həll edək. Tərəfləri silim, təmizləyim. Aha, deməli, başlayaq həll edək. Deməli, burada 2 verib. 2a kvadratı, burada yəni qısacası 58 1 olduğunu görürəm. Sadəcə izah edim ki, başa düşəsiniz. 2-ni bölürəm 2 eləyir 1, a bərabərdir 1. A kvadratı, yəni 1-dirsə, deməli, a da 1-dir. Burada a-nın yerinə 1 yazdım. B bölünsün 2-cə, yəni burada avtomatik 4-ü 2-yə böləndə 2 eləyir deyə, burada 4-dür. Deməli, 12-nin də üstünə 8 gəlirəm. Burada da eləyir 20. Bu da elədi 20. 32 ilə 20 tapdım. İndi bu işarəni tapmalıyım. Yəni bunu. İndi biz başda həll eləyək buranı. Buranı da təmizləyim. Deməli, A kubu bölünsün 2 bərabərdir 32. A kubu bərabərdir 64. A da bərabərdir 4-ə. 4-ün kubu 64 eləyir. Deməli, burada A-nın 4 olduğunu tapdım. B də olduğu kimi 20-dir. B də 20-dir. Deməli, 4-ü vururam 20-yə, eləyir 80. 80 də 4 çıxanda eləyir 76. A bəndi. 26-cı suala. Deməli, 26-cı suala baxırıq. 26-cı sualda biz deməli burada eyni işarəni görürük. Birinci burada 10 ilə 11-i həll etmək istəyirəm. Yəni burada olan işarəni. Deməli 4C plus 2 bərabərdir 10-dursa 4C bərabərdir 8. C-nin də buradan 2 olduğunu tapdım. Deməli mənim C 2-dir. C-nin yerinə burada 2 yazıram. Aha, deməli 2B plus 7 buradakı hissə 11-dir. 11-dirsə 2B bərabərdir. 11-dən çıxıram 7, 4. B də bərabərdir 2. B-ni də tapdım 2. Deməli 2 vuraq 2, 4. Onda vuram 2, 8. 8-in də 8 gəlim edir 16. Bura elədi 16. Aha, buranı tapdım 16. İndi buranı silim. Növbəti hissəni həll edeyim. Deməli başlayaq həll eləyək. 24 ilə birinci və bu hissəni həll edeyim. İndi 24 ilə 5. Deməli 4C minus 4 bərabərdir. 24-dirsə 4C bərabərdir 28. C də bərabərdir 7. Burada C'nin 7 olduğunu tapdım. 4B plus 1 5-dirsə 4B plus 1 bərabərdir 5-dirsə 4B bərabərdir 4-ə. Buradan da B-nin 1 olduğunu da tapdım. Bu da elədi 1 və burada eləyir 7. 3-ü də vuram 7-yə eləyir 21. Bu təzədən bu 3-ü də vurmalıyım axı bura 7-yə. Ona görə buranı silim. Qısa şəkildə bura 21 yazım. Bu hissəni də silim. 2 mənə maneəçilik törətməsin. Sonra deməli 16 və 21. Deməli eyni qaydada mən baxıram bura.
Deməli, bura 16-nı bərabərləşdirməliyim, buranda 21-ə. Deməli, 4C minus 4 bərabərdir 16. 4C bərabərdir 20. C bərabərdir 5. Deməli, C'nin burada 5 olduğunu tapdım. C bura 5'dir. İndi 4B plus 1 bərabərdir 21. 4B bərabərdir 20. B də bərabərdir 5. Burada 5 böləndə eləyir 1. Cavab elədi B bəndi. 27-ci suala baxın. 27-ci sualda biz diqqətlə fikir versək, deməli, burada da eyni birinci bu mötərizənin içini həll edəcəm. Aha. Sonra da aldığım cavabı burada üçə vurmalıyam. Bu vurma işarəsidir. 3'də 1 T bərabərdir 2. T bərabərdir 2-ni bölürəm 3'də 1'ə. O da bərabərdir. 2'ni vuranda bu da 3 eləyir. Çünki bunu vuranda yəni sürətlə məxrəcin yeri dəyişir. O da eləyir 6. Burada T'nin 6 olduğunu tapdım. Bax, bunun üsulu budur. T 6'dırsa yazıram bura 6. İndi 2'də 2B bərabər 68 ise B'ni 68 böləcəm 2 eləyir 34. Burada yazım 34. 6'ın kvarda 36 çıxaq 34. Buraya elədi 2. Bunun 2 olduğunu tapdım. Və 3'ü də vuram buradakı 2 eləyir 6. Yəni bütün buranın cavabı elədi 6. İndi 6'nın 120'ni həll etməliyəm. 3'də 1 T. Bunu bir dənə həll sileyim. 3'də 1 T'nin 6'ya bərabər olduğunu görürəm. T bərabərdir. 6'nı vurum 3'ə. Yəni qısa şəkildə 18 eləyir cavab. Deməli, bura 18 elədi. T 18'dir. T 18'dir. İndi B-ni həll edək. B-nin 2B-də bərabərdir 120-dirsə, burada da B-nin 60 olduğunu tapıram. Demək, burada həll eləyək. Deməli, baxa 18'in kvadratı 324 eləyir. 324, ondan da çıxıram 60'ı. O da eləyir 264. A bənd. Keçək 28-ci suala. 28-ci suala biz baxırıq. Burada deməli birinci ay ulduzu həll etməliyəm. Ondan sonra bu qarı işarəsi olanı həll etməliyəm. Axırda da bu damla olanı. Aha, başlayaq. Birinci 23 A bərabərdir 21-dirsə qısa yazacağım bunu. A 7'dir. Çünki buna uyğun misallar həll etdik. Artıq düşünürəm ki, başa düşdünüz. 25'də 5'in kvadratı ilə 25. Burada yazıram 5. Və bunu da toplayıb 2'yə böləndə 12'ni 2'yə böləndə eləyir 6. Buraya da 6. 6'nın 14 deməli A 3'dür. B də 2'dir. Bu vuranda eləyir 8. Bu da elədi 11. Bu da elədi 11. 6, 11. İndi bura 6'dır və burada 11'dir. Artıq sadəcə özləridir. 2 vuraq 6, 12. B-nin yerinə çıxaq 11 belədir. 1 üstünə 1 gəndə eləyir 2. Cavab elədi Y bəndi. 29-cu sualda 29-cu sualda da deməli baxaq. 2N4 isə N2'dir. N-in yerinə 2 yazıb. Aha, burada deməli nətərdir? Bunu 0,5 2'də 1 deməkdir. 2'də 1 B bərabərdir. 8'dirsə B bərabərdir 16'dır. Aha, burada 16'dır. Çünki 8'i əgər bunu biz bölürüksə, bunu biz vuranda, yəni məxrəclə sürətin yeri dəyişir belə deyək. Və 8 vuraq 2 olur və bu da cavab 16 eləyir. B-nin də 16 olduğunu tapdım. 16-nı 2-yə vuranda eləyir 32. Bura 32'dir. İndi 3 ilə 5 eləyirik. 3 olduğu kimi qalır. Burada 15'i 3'ə böləndə 5 eləyir. B-nin yerinə deməli 15'dir. E-nin də yerinə 3. Çıxanda eləyir 12. 12'ni də 3'ə vuranda eləyir 36. Burada deyilir 36. 32 ve 36. İndi sonunda buna eləyək. 4 vur 8, 32 eləyir. N 8'dir. Bu da 4'dür. 4 vur 9, 36. 8 ilə 4. 8'in kvadratı üstə gələk 4'ün kvadratı. 64 üstə gələk 16 bərabərdir 80. Debəndi. 30-cu suala keçid eləyək. 30-cu suala biz baxırıq və görürük ki, burada deməli, aha, deməli ürək, bizə dəqiqə bu işarə və bu işarə. Burada fərq yoxdur. Yəni hamısı onsuz da ayrı-ayrı bir-birinə əlaqəsi yoxdur. Başda həll eləyək. Deməli 2'nin kvadratı 4'dür. Bax bu 4'ü tapmalıyım. Bu da olduğu üçün 5'dir. Deməli bu 2'dir, bu da 5. Bu elədi 12. Arada qısa yazıram. Düşünürəm ki, başa düşdünüz. Deməli 6 ilə 8. Bura 6'dır. Burada 2'dir ki 8 olub. Deməli bura
6. Bu da 2. Bu da elədi 14. Üstündən 2. Və bunu da rahat üsul oldu ki, qeyd etdiyim kimi adi kəsrə çevirik. 2-də 1. A bərabərdir 3-dürsə, A bərabərdir 6. A-nın yerinə 6 yazıram. B də olduğu kimi 2-dir. 2-nin kvadratı 4, 4 vur 6, 24. Bu da elədir 24. Aha, sonra başlayaq həll eləyək. Buradan çıxanda 10. Cavab eləyir burada 2. D bəndi. Sonra keçək 31-ci suala. 31-ci suala baxırıq. Birinci üçbucağı həll eləyək. Mötərizənin içində olanı. Deməli, 2-nin kvadratı 4-dür. B olduğu kimi yazırıq. Və burada deməli 2-nin kubu 8, üstə gələk 2-nin kvadratı 4. Elədi 12. Bura elədi 12. 12, 3. Deməli, burada A bölünsün 4 bərabərdir 12 isə çarçarpaz həlləsin A bərabərdir 48. Deməli, A-nın 48 olduğunu tapdım. Aha, yəni nəyi 3-ə bölsəm 3 eləyir? Təbii ki, 9-u. Artıq bu da 9-sa bunu da yazıram bura. Deməli, 48, 8-ə bəndə eləyir 6. Üstə gəlir 3 vur 9, 27. Və 27-nin də üstünə 6 gələndə eləyir 33. Cavabım eləyir 33. Niyə bəndi? 32-ci suala baxaq. 32-ci sualda deməli A kvadratı B 16 ilə 1 mötərizəni həll eləyək. 4-ün kvadratı 16 eləyir. B də olduğu kimi qalır. 4-ün kubu 64. 64-də gələk 1 bərabərdir 65. Bura yazım 65. Bu da 65 ilə 7-dir. Aha, 65 7-dirsə deməli bura məncə 130 eləməlidir. Səhv eləmirəmsə. Aha, 130. Demək 130-dur bura. Bu da 21-dir. 130-sa belədir 13. 13 üstə gələk 105 bərabərdir 118. Niyə bəndə? Aha, bunu qısa şəkildə həll etdim. Yəni güman edirəm ki, başa düşürsünüz. Deməli 4-1. Yəni onsuz da burada valla çətin bir şey yoxdur. Artıq burada mən bütün misalları olduğu kimi həll eləyirəm. Yəni qısa hamısı belə baxanda rahatdır. Çünki bütün misallar oxşardır və mən ardıcıl bir-biri izah elədiyim üçün hamısını eyni qaydada həll etmirəm. Sadəcə olaraq nümunə olaraq oxşardır. Artıq demək olar 7 sualdan bir, 6 sualdan bir fərqli metodlu suallar ortaya çıxır. Amma bunların hamısı yenə hələ ki eyni formada gəlir. Yəni bu məsələn birinci yenə eyni qaydada mötərizənin içini həll eləyirəm. Bu A4-dür və B-nin də 3-dür ki, nəyə böləndə 1 eləyir? Çünki məsələn bayaq da qeyd etdiyim kimi tənlik halına gətirirəm. Bərabərdir 1, belə vuranda B bərabərdir 3. B-nin 3 olduğunu tapdım. Yəni benim B ilə də tapmaq rahatdır. Deməli B-nin 3 tapdım. A-nı da 4. Belə də 16 üstə gələk 9. Bu da bərabərliyi 25. Aha, demək bu hissəni 25 tapdım. İndi bu kvadrat olan hissəni tapacağım. 25-dən 27. 5-in kvadratı 25 eləyir. Və deməli 27. 3-ün kubu da eləyir 27. Aha, deməli 5, 3. Bunu vuranda edir 10, bu da 9. Cavab edir 19. Niyə bəndi? Demək olar ki, bu da eyni sualdır. Eyni sualda həll eləyək. 4, 8. Bu 4 ilə 8, 12 elədi 24. Yəni 8-dən 4 toplayanda 12. 2 onda 24. Aha, bu demək elədi 24. 5 ilə 6. Bu 5-dir. Bu da 6-ın kvadratı 36. 41. Bu da elədi 41. 24, 41. Bura 24-dür. Burada 41-dir. Demək 3 vur 4, 12. 3 vur 2, 72. Bura elədi. 41 də bura elədi. Bunlar da çıxanda eləyir 31. Niyə bəndi? 35-ci suala baxaq. 35-ci sualda eyni bunun qaydadır. Bunu sizə buraxıram. Səhliyyin çünki eyni qaydadır. Yəni bundan heç bir demək olar fərqi yoxdur. Yəni birinci mötərizənin içində ya bunu ya bunu fərqi yoxdur. Həll edirsiniz. Bunun cavabını tapandan sonra və bunun cavabını tapandan sonra axırda həmin tapdığım rəqəmləri A-nı və B-ni yerinə qoyaraq həll edirsiniz. Yəni eyni qaydada rahat üsulu var. 36-cı sualda, yəni bunda da qeyd etdiyim kimi, yəni rahat üsulu budur ki, onluq kəsri adi kəsrə çeviririk, yəni bunu elə özümüzdə həll eləyək. Amma birinci bu mötərizənin içində olan üçbucaqları həll etməliyik. Deməli, 3-ü vuran 4-ə 12 eləmək üçün A 12-dir. Yəni də A 4-dür. Məsələn, yəni yenə yazıram bura. 3A bərabərdir 12, A bərabərdir 4. A-nın burada 4 olduğunu tapdım. Yəni tənlik halına salıb da həll etmək olar. B-dən də tapmaq olar. Kimə necə rahat deyiləm.
0,5 2-də 1 deməkdir. 2-də 1 B bərabərdir 6-dırsa, B də bərabərdir 12. Burada da B-nin 12 olduğunu tapdım. 4-ün kvadratı 16, 16-dan 12 çıxanda eləyir 4. Və burada bu mötərizənin üçün 4 tapdım. Eyni qayda ilə ikinci mötərizəni həll etməliyəm. İkinci mötərizəyə baxıram. Deməli, burada 3A3-dür. 2-də 1 B 4-dürsə, burada da yazıram. 2-də 1 B, B bərabərdir 4-dürsə, B bərabərdir 8-ə. 3-ün kvadratı 9, 8 çıxanda eləyir 1. 4 ilə 1. Bax, bu mötərizənin içi 4-dür, ikincisi də 1-dir. İndi bu kvadratı həll etməliyəm. Deməli, 2-də 1A bərabərdir 4-dürsə, A bərabərdir 8. 2-də 1 də, yəni 0,5-in adi kəsirdə forması 2-də 1 deməkdir. Burada da A-nın 8 olduğunu tapdım. Deməli, A burada 8-dirsə, buraya yazıram 8. B də olduğu kimi 1-dir. Yəni, burada 4-dür. 3 vur 8, 24. 24-dən 4 çıxanda eləyir 20. Cavab elədi Y bəndi. Deməli, burada da baxaq, X, Y. Yəni, bu da çox rahat bir sualdır. Eyni bunun qaydada olan sualdır. Bunu işləmirəm. Çünki eyni fərqi yoxdur. Burada da yəni yolunu başa salım ki, bura 3-ü, bura 5-i qoysan, burada 3, burada 5 qoysan, yəni 3-ün kvadratının bir cəllik 9, bu eləyir 18. Yəni, B ilə də işləmək rahatdır 15. Yəni, burada eləyir 33. Və buranı tapdım 33. Yəni, çox rahatdır. Burada 6, 3 qoysan 18, bu da yerinə qoyanda 18. Y-in də kvadratı eləyir 3-ün kvadratı 9, bu da eləyir 9. 33 və 9. Axırda 33-ü bura 9-u bu yerinə həll qoyub, yerinə yazıb həll etmək yəni rahatdır. Demək olar ki, həll elədik.